Salam uşaqlar. Bugün funksiyalar mövzusundan 100-dən sonraki sualların izahına baxarıq. Başlayaq 100-cü sualla. Fx bərabər x kvadrat çıxaq 6x üstəgəl 12 funksiyasının qiymətlər çoxluğunu tapın. Verilən funksiyada gəlin birinci onu tam kvadrata ayıraq. Y bərabər x kvadrat çıxaq 6x. Bizdə müsbət 12 verilib. Bunun tam kvadrata gəlməsi üçün üstəgəl 9, üstəgəl 3 kimi yazıram 12-ni. X kvadrat çıxaq 6x üstəgəl 9 bizə fərqin kvadratını, yəni x çıxaq 3-ün kvadratını verəcək. Üstəgəl 3. Verilən kvadratda ən kiçik qiymət burada 0 olacaq. Üstəgəl 3. Deməli, ən kiçik qiymət olacaq müsbət 3. Ən kiçik qiymət müsbət 3 və fikir versəz x kvadratın əmsalı müsbətdir. Parabolanın qolları yuxarı yönələcək. Ən böyük qiyməti olmayacaq. Yəni, ən böyük qiymət müsbət sonsuzluq. 3 müsbət sonsuzluq. Doğru cavab D. 101. 100-cü sualla oxşar sualdır demək olar. Yenə tam kvadrata ayıraq. X kvadrat çıxaq 6x-i yazaq. X çıxaq 3-ün kvadratı. Üstəgəl 2 verilib tapşırıqda bizə. Burada müsbət 9 alınacaq. 7-ni çıxsaq, üstəgəl 2-ni alacaq. Verilən funksiyanın təpə nöqtəsinin koordinatları müsbət 3, mənfi 7 olacaq. Müsbət mənfi 4-cü rübdür. Yəni, doğru cavab 101-də D. 102 oxşar sualdır. Təpə nöqtəsinin koordinatları mənfi 4, müsbət 2, mənfi müsbət 2-ci rüb. Doğru cavab Y. 103-də. Əmin hansı qiymətində düz xətlər paralel olar. Paralel olması üçün bucaq əmsalları bərabər olmalıdır. Yəni, K1 bərabər K2 olmalıdır. K1, K2 düz xəttin bucaq əmsalıdır. Yəni, verilən xətti funksiyada x-in əmsalıdır. Bizdə K1-in yerində m dayanır. K2-nin yerində isə mənfi 7. Əgər m mənfi 7-yə bərabər olarsa, düz xətlər paralel olacaq. Doğru cavab Y. 104. Bucaq əmsalı hansı ədəd ola bilməz? Əgər düz xətlər kəsişirsə, mənfi 19 olsa kəsişəcək, mənfi 3 olsa kəsişəcək, 11 olsa, 22 olsa kəsişəcək. Əgər K mənfi 11 olsa, verilən funksiyada da K mənfi 11-dir. Bu halda K1, K2-yə bərabər olur və düz xətlər paralel olacaq. Bizə hansı ola bilməzdir, ona görə doğru cavab A. 105. Bucaq əmsalları bərabər olmalıdır ki, verilən düz xətlər paralel olsun. Bizdə deməli K mənfi 16-ya bərabər olmalıdır. Doğru cavab 105-də A. 106. Düz xəttinə paralel olan düz xəttin bucaq əmsalını soruşur. Paralel olması üçün mənfi 8 olmalıdır. 106B. 107. Düz xəttinə paralel olan və M3-8 nöqtəsindən keçən düz xəttin absis oxu ilə kəsişmə nöqtəsinin absisini soruşur. Verilən düz xəttdə paralel düz xətt Y bərabər mənfi 4x üstəgəl B olmalıdır. Yəni, K1, K2-yə bərabər olmalıdır paralel olması üçün. Bizə M nöqtəsi verilib 3, 8. Gətirib yerinə yazsaq, x-in yerinə 3, y-in yerinə 8 yazsaq, 8 bərabər mənfi 4 vuraq 3 üstəgəl B. Buradan B bərabər 20 alırıq. Deməli, verilən funksiya olacaq y bərabər mənfi 4x üstəgəl 20. Funksiyamız mənfi 4x üstəgəl 20 olacaq. Deyir, düz xəttin absis oxu ilə kəsişmə nöqtəsinin absisini tapın. Absis oxu ilə kəsişmə nöqtəsi deyirsə bizə, deməli bizdə y 0-a bərabərdir. Əgər x oxu ilə kəsişirsə, y 0 olacaq. Y-in yerinə 0 yazaq. Mənfi 4x üstəgəl 20 bərabər 0. Buradan mənfi 4x mənfi 20-yə bərabər olur. X bərabər 5 alırıq. Doğru cavab 107-də Y. 108. Oxşar sualdır. Yazarsınız. 109. C-nin hansı qiymətində funksiyanın qrafiki mənfi 2, 1 nöqtəsindən keçir? Mənfi 2 x-in qiymətidir. 1 isə y-in qiymətidir. Aparıb yerinə yazaq. 7 vuraq mənfi 2-nin kvadratı üstəgəl 5 vuraq mənfi 2
üstəgəl S bərabər Y-in qiymətinə, yəni 1-ə. Mənfi 2-nin kvadratı 4, 7-yə vursaq 28, müsbət 5-i mənfi 2-yə vursaq mənfi 10, üstəgəl S bərabər 1. 28-dən 10-u çıxsaq 18, S bərabər 1, 18-i sağa keçirsək çıxaq 18 olacaq, S bərabər mənfi 17 olacaq. 109-da doğru cavab D. Eyni oxşar sualda 109-dan yazarsınız. 111 təpə nöqtəsinin absisini soruşur. Təpə nöqtəsinin absisi x0 bərabər mənfi B bölə 2A ilə tapırdıq. Bərabər mənfi B-nin yerində müsbət 4, 2 vuraq A mənfi 1-ə bərabərdir. Mənfi 4 bölə mənfi 2, nisbət 2 mənfidən ibarətdir. 4-ü 2-yə bölsək 2 alarıq. 2 mənfinin nisbəti və ya hasili bizə müsbət verəcək. Təpə nöqtəsinin absisi oldu 2. Doğru cavab D. 112 oxşar sualdır. 113 təpə nöqtəsi koordinat müstəvisində yerini təyin edir. Onda tam kvadrata ayırsaq x üstəgəl 3-ün kvadratı. Bizdə üstəgəl 9-dur. 4 alınması üçün 5 çıxmalıyıq. Deməli, təpə nöqtəsinin koordinatları olacaq mənfi 3, mənfi 5. Mənfi 3-cü rüb. 3-cü rüb, yəni doğru cavab 113-də D. 114 oxşar sualdır. 115 funksiyanın qrafikinin absis oxunu mənfi 2,0 nöqtəsində kəsdiyini bilərək A-nı tapın. Gətirib x-in yerinə mənfi 2, y-in yerinə 0 yazaq. Deməli, A üstəgəl 1 vuraq mənfi 2, üstəgəl A çıxaq 1 bərabər y-in qiymətinə 0-a. Mənfi 2-ni mötərizəyə vursaq, mənfi 2A çıxaq 2, üstəgəl A çıxaq 1 bərabər 0. Buradan alırıq mənfi A, mənfi 2, mənfi 1, mənfi 3, sağa aparsaq müsbət 3. Buradan A bərabər mənfi 3. A-nı tapdıq mənfi 3, doğru cavab 115-də Y. 116 oxşar sualdır. 117 Y bərabər KX üstəgəl B düz xətti 0, 2, 7, mənfi 1 nöqtələrindən keçirsə K və B-nin işarəsini təyin edin. Nöqtələrdə 0, x-in, 2, y-in, eyni ilə B nöqtəsində də qiymətləri yerinə yazaq. Y bərabər KX üstəgəl B. Deməli, x-in yerinə 0 yazırıq, K vuraq 0, üstəgəl B bərabər y-in qiymətinə 2-yə. K-nı 0-a vursaq 0, buradan alırıq B bərabər 2. Deməli, funksiya oldu y bərabər KX üstəgəl 2. İndi gətirib digər nöqtəni də yerinə yazaq. K vuraq, x-in yerinə 7 yazaq, üstəgəl 2 bərabər y-in qiymətinə, yəni mənfi 1-ə. Burada 7 mənfi 1 nöqtəsini yazdıq. Buradan 7 K bərabər müsbət 2-ni sağa aparsaq mənfi olacaq. Mənfi 3 K bərabər mənfi 3 bölə 7. Deməli, B müsbət K mənfi oldu. B müsbət K mənfi, doğru cavab 117-də D. 118-ə baxaq. Verilən qrafikin x oxu ilə kəsişmə nöqtələri x1 mənfi 1, x2 isə 3-ə bərabərdir. Funksiyanı yazsaq y bərabər A vuraq. Buradan x1, x2-ni qeyd edəyim. Mənfi 1, x2 isə bərabər 3. X üstəgəl 1, x çıxaq 3 olacaq. A-nı buradan tapaq. A-nı necə tapırıq? Ordinat oxu ilə kəsişmə nöqtəsi 0, mənfi 3-dür. Yəni, x-in yerinə 0 yazanda y mənfi 3 alınır. Yazaq x-in yerinə 0. A vuraq. 0 üstəgəl 1, 0 çıxaq 3. Bərabər mənfi 3. 0 üstəgəl 1, 1, 0 çıxaq 3, mənfi 3. Deməli, 1, mənfi 3. 1-i mənfi 3-ə vursaq mənfi 3, A-ya vursaq mənfi 3A. Mənfi 3-ə bərabər mənfi 3, A bərabər 1 alırıq. Gətirib funksiyada yerinə yazsaq, y bərabər A-nın yerinə 1 yazırıq. 1 vuraq, x üstəgəl 1, x çıxaq 3. Mötərizəni açsaq, sadələşdirsək,
x kvadrat çıxaq 3x üstə gəl x çıxaq 3 bərabər x kvadrat çıxaq 2x çıxaq 3. Buradan alırıq a bərabər 1, b bərabər -2, c bərabər -3. Bizdən bunların cəmini soruşur. A üstə gəl b üstə gəl c cəmini. Yəni 1 üstə gəl -2 üstə gəl -3. Doğru cavab -4. Yəni B. 118-də B. 119. B burada 3'ə bərabərdir. B bərabər 3. K-nı tapaq. Y bərabər kx üstə gəl B. Y bərabər kx üstə gəl B-nin yerinə 3 yazaq. Grafikin absis oxu ilə kəsişmə nöqtəsi 1, 0-dır. Gətirib yerinə yazaq. X-in yerinə 1 yazaq. Deməli, K vuraq 1, üstə gəl 3, bərabər 0. Buradan K bərabər -3 alırıq. Bizdən K çıxaq 2B-ni soruşur. K-nı -3 tapdıq. Çıxaq 2 vuraq B-ni də 3 tapmışdıq. -3 çıxaq 6, -9. Doğru cavab 119'da A. K-nı buradan rahat da tapa bilərsiniz. Baxın 2 4-cü rüblərdən keçir. Deməli K mənfi olacaq. Y-i x-ə bölməklə də tapa bilərdiniz. Yəni 3 bölək 1. Əlbəttə ki mənfisi ilə. Çünki 2 4-cü rüblərdən keçir. -3'ü buradan tapa bilərdiniz. 120 oxşar sualdır. 121 funksiyanın təyin oblastını tapın. Təyin oblast dedikdə x-in ala biləcəyi qiymətlərdir. Əgər kəsir varsa məxrəc 0 ola bilməz. Cüt dərəcədən kök varsa kök altı həmişə 0-dan böyük bərabər olmalıdır. Eyni zamanda mənfi ədədin kəsir üstü qüvvətinə baxılmırdı. Bu hallara diqqət yetiririk. Verilən funksiyada bizə cüt dərəcədən kvadrat kök verilib. Kök altı ifadə həmişə 0-dan böyük bərabər olmalıdır. Deməli 1 çıxaq x böyük bərabər 0 olmalıdır. -x böyük bərabər 1'i sağa aparsaq -1, x kiçik bərabər 1. X kiçik bərabər 1 o deməkdir ki, mənfi sonsuzluqdan 1'ə qədər. Mənfi sonsuzluqdan 1'ə qədər doğru cavab Y. 122. Oxşar sualdır. Yazarsınız özünüz. 123. Funksiyaların qrafiklərinin kəsişmə nöqtəsinin koordinatlarını tapın. Hər ikisində y bərabərdir. Deməli, ordinatları bərabərdir. Bunları bərabərləşdirək və sistemlə də yaza bilərsiniz. Sistem tənliqlə. Deməli, x kvadrat çıxaq 4x bərabər 2x çıxaq 9. Bir tərəfə gətirsə x kvadrat çıxaq 4x müsbət 2x sola gələcək -2x üstə gəl 9 bərabər 0. Buradan alırıq x kvadrat çıxaq 6x üstə gəl 9 bərabər 0. Verilən ifadə bizə fərqin kvadratını verəcək. Yəni x çıxaq 3'ün kvadratı bərabər 0. Nəyin kvadratı 0'a bərabərdir? 0'ın kvadratı. Deməli x çıxaq 3 bərabər 0 olmalıdır. Buradan x bərabər 3 olur. Gətirib yerinə yazsaq istənilən funksiyada 2x çıxılsın 9'da yazaq. Y bərabər 2 vuraq, x-in yerinə 3 yazaq, çıxaq 9. 6'dan 9 çıxanda -3. Deməli, 3 -3 koordinatları tapdıq. Doğru cavab 123'də Y. 124 funksiyanın təyin oblastını tapın. Burada da cüt dərəcədən kvadrat kök var və diqqət yetirsəz məxrəcdədir. 0'dan böyük olmalıdır, bərabər ola bilməz. Çünki məxrəc 0 ola bilməz. Deməli, kök 6 ifadə 0,8 çıxaq 0,4x böyük 0 olmalıdır. Bütün ədləri 10'a vursaq 8 çıxaq 4x natural ədədə gətirək böyük 0. Burada -4x böyük 8'i sağa aparsaq -8 x -4'ə böldüyümüz üçün işarə əksini dəyişiləcək olacaq 2. X 2'dən kiçikdir, yəni mənfi sonsuzluqdan 2'yə qədər. Mənfi sonsuzluq 2 doğru cavab C. 125 oxşar sualdır. 126. Burada da x1 -1, x2 3'ə bərabərdir. Funksiyanı yazaq. Y bərabər. Deməli, köklər x1 bərabər -1, x1 bərabər -1, x2 bərabər 3 tapdıq. Burada yerinə yazsaq a vuraq, x üstə gəl 1
x çıxaq 3 alırıq. Qollar aşağıdır, mənfi olacaq. Baxaq hansıdır? Ya A-nı gərək tapmağa ehtiyac var. X üstə gəl 1, x çıxaq 3. Deməli A olmaz. C də müsbətdir, olmaz. D də müsbətdir. Çünki qollar aşağıdırsa mənfi olmalıdır. X üstə gəl 1, B də olmaz. X üstə gəl 1, x çıxaq 3. Doğru cavab burada Y olacaq. A-nı tapmaq istəsəz, koordinat 0, 3-dür. X-in yerinə 0 yazıb, Y-in yerinə 3. A-nı tapa bilərik oradan. 127. Burada da yazaq təpə nöqtəsinin koordinatları deməli 1 mənfi 1-dir. Təpə nöqtəsinin koordinatları 1 mənfi 1. Ordinat oxunu da 0 mənfi 2 nöqtəsində kəsib. Deməli funksiyanı yazaq. Y bərabər təpə nöqtəsinə görə yazsaq x çıxaq 1-in kvadratı təpə nöqtəsinə görə yazırıq. Çıxaq 1. X çıxaq 1-in kvadratı çıxaq 1. Baxaq. Hansında var? Y olmaz, A olmaz, C olmaz, B olmaz. Deməli doğru cavab D olacaq 127-də. A-nı tapsaz çox güman mənfi 1 taparıq. 128. Təpə nöqtəsi 1 mənfi 1-dir. 1 mənfi 1 və A-da müsbətdir. Deməli funksiya olacaq Y bərabər A vuraq. X çıxaq 1-in kvadratı çıxaq 1 olacaq. Baxaq, A olmaz. Y, D, B də olmaz. Deməli, doğru cavab 128-də C olacaq. Gəlin, istəyirsə A-nı da tapaq. Burada nöqtə 0, 0-dadır. Koordinat başlanğıcından keçir. Deməli, X-in yerinə 0 yazanda Y-də 0 alınır. A vuraq. 0 çıxaq 1-in kvadratı çıxaq 1 bərabər 0 alınır. Buradan mənfi 1-in kvadratı müsbət 1. A çıxaq 1 bərabər 0. A bərabər 1 alırıq. Yəni funksiyamız olacaq Y bərabər x çıxaq 1-in kvadratı çıxaq 1. Doğru cavab C. 128-də. 129. Bunu da yazaq. Təpə nöqtəsi mənfi 2. Müsbət 1 və A-mız da mənfidir. Qollar aşağı yönələcək. Deməli, funksiya olacaq Y bərabər A vuraq. X üstə gəl 2-nin kvadratı çıxaq 1. Baxaq, hansında uyğundur? A olmaz. X üstə gəl 2-nin kvadratı çıxaq 1. C də olmaz. Y də olmaz. B də olmaz. Deməli, D olacaq. Buradan da A-nı tapaq. Buradan da 0, 0 nöqtəsindən keçir. Bir neçə dəfə A-nı tapaq ki, sizin üçün də asan olsun. Deməli, X-in yerinə 0 yazanda Y 0 olur. A vuraq. 0 üstə gəl 2-nin kvadratı çıxaq 1 bərabər 0. 2-nin kvadratı 4. 4A çıxaq 1 bərabər 0. Buradan harada burada yanlış var? X üstə gəl 0 üstə gəl 2. 4A çıxaq 1. Buradan 4A bərabər 1. A bərabər 4-də 1. A mənfi alınmalıdır. Deməli, X üstə gəl 2. Burada 129-da D olmaz. Burada üstə gəl 1 olmalıdır. Üstə gəl 1. Burada da üstə gəl 1. Mənfi 1. Mənfi 4-də 1. Deməli, x üstə gəl 2-nin kvadratı funksiya olacaq. Y bərabər mənfi 4-də 1. X üstə gəl 2-nin kvadratı üstə gəl 1. Mənfi 4-də 1. X üstə gəl 2-nin kvadratı üstə gəl 1. A. Doğru cavab burada 129-da A. Yaxşı ki, burada A-nı tapdıq. Funksiyada olan A-nı tapdıq. 120, 130. Bunu da yazaq. Deməli, köklər təpə nöqtəsinin koordinatları 2, 1-dir. Y bərabər A vuraq. X çıxaq 2-nin kvadratı üstə gəl 1. Ordinat oxunu 0, 9-da kəsib. X-in yerinə 0 yazanda Y 9 alınır. A vuraq. 0 çıxaq 2-nin kvadratı üstə gəl 1 bərabər 9. Mənfi 2-nin kvadratı müsbət 4. A-ya vursaq 4A üstə gəl 1 bərabər 9. Buradan 4A bərabər 8. A bərabər
2 alırıq. Gətirib yerinə yazsaq y bərabər 2 vuraq. X çıxar 2'nin kvadratı üstəgəl 1. 2 vuraq. X çıxar 2'nin kvadratı üstəgəl 1. 130'da doğru cavab A. 131. Parabola ilə xətti funksiyanın kəsmə nöqtəsinin koordinatlarını tapın. Burada da baxırıq, ordinatlar bərabərdir. Deməli, funksiyaların özü də bərabərdir. Mənfi x kvadrat üstəgəl 4x bərabər 4x çıxaq 9. Bir tərəfə gətirsək, mənfi x kvadrat üstəgəl 4x çıxaq 4x üstəgəl 9 bərabər 0. 4x'lər islah olunur. Buradan alırıq. Mənfi x kvadrat üstəgəl 9 bərabər 0. Hər tərəfi mənfi 1'ə vursaq x kvadrat çıxaq 9 bərabər 0. X kvadrat bərabər müsbət 9. X bərabər müsbət mənfi 3. Deməli, x1'i tapdıq mənfi 3. x2'ni tapdıq müsbət 3. Gətirib funksiyada yerinə yazaq. Burada yazaq yerinə 4x çıxaq 9'da. Buradan y1 bərabər mənfi 3 yazsaq, mənfi 4 vuraq, mənfi 3. Mənfi 4 vuraq, mənfi 3 çıxaq 9. Mənfi 12, mənfi 9. Mənfi 12 çıxaq 9. Mənfi 21. Sonra y2 bərabər 3 yazsaq, 4 vuraq 3 çıxaq 9. 12'dən 3 çıxanda 3. Deməli, biz koordinatlarını nə tapdıq? Mənfi 3, mənfi 3, mənfi 21. 3 yazanda müsbət 3. Bizdən kəsmə nöqtələrini soruşur. Kəsmə nöqtələri. Buradan baxaq, mənfi 3, mənfi 21, 3, 3. Doğru cavab C. 131'də. 132. Təpə nöqtəsi koordinat müstəvisində harada yerləşir? Bunu tam kvadrata ayırmaqla da yazmaq olar və ya x0 bərabər mənfi b bölə 2a ilə də yaza bilərik. Mənfi b-nin yerində mənfi 8, 2 vuraq, a-nın yerində mənfi 2 yazsaq. 3 dənə mənfi var. Nisbət bizə mənfini verəcək. 8'i 4'ə böləndə 2. Deməli, x0'ı tapdıq mənfi 2. Gətirib yerinə yazaq. Və ya y0 ilə tapaq. 4ac çıxaq b kvadrat bölək 4a. Aparıb x-in yerinə yazıb da y-i tapa bilərdik. 4 vuraq a-nın yerində mənfi 2 yazaq, vuraq c. Yəni 3 çıxaq b kvadratı 64 bölək 4 vuraq mənfi 2 bərabər. 4'ü mənfi 2'yə vursaq mənfi 8, 3'ə vursaq mənfi 24. Mənfi 24 çıxaq 64 bölək mənfi 8. Bunları mənfi 8'ə bölsək, mənfi müsbət 3, müsbət 8, 11. 11 alırıq. Deməli, təpə nöqtəsinin koordinatları oldu. Mənfi 2, 11. Neçənci rüb? İkinci rüb. Doğru cavab 132'də Y. 133. Absis oxu ilə kəsmə nöqtəsinin koordinatlarını soruşur. Absis oxu ilə kəsirsə y 0 olur. Deməli, mənfi 2x kvadrat çıxaq 6, üstəgəl 6x bərabər 0. Mənfi 2x-i mötərizə xaricinə çıxarsaq x çıxaq 3 bərabər 0. A-sinin 0'a bərabər olması da mənfi 2x bərabər 0. Buradan alırıq x bərabər 0. Bir də x çıxaq 3 bərabər 0. X bərabər 3 alırıq. X-ləri tapdıq. Absis oxu ilə kəsirsə ordinatı 0 olacaq. Deməli 0, 0, 3, 0. Doğru cavab 133'də Y. 134. Funksiya verilib fx y deməkdir. Nöqtələr də x, y-in yerində yazsaq. Deməli k bölək x 2'dir bərabər mənfi 16. Buradan k-nı tapsaq mənfi 32. K-nı tapdıq mənfi 32, gətirib yerinə yazaq. Y bərabər. Deməli, mənfi 32 bölək x-ə. Bizdən soruşur f mənfi 2'ni. F mənfi 2, yəni harada x var, yerinə mənfi 2 yazacaq. Mənfi 32 bölək mənfi 2 bərabər müsbət 16 alırıq. 134'də doğru cavab A. 135.
oxşar sualdır. 136. Fikir verin, K1 və K2 düz xətləri 1 və 3-cü rüblərdən keçir. Burada deməli K müsbətdir. K1 müsbət, K2 də müsbətdir. K3 2-4-dən keçdiyi üçün mənfidir. Ən kiçik K3 olacaq və qrafik nə qədər ordinat oxuna sıxlaşırsa, o qədər bucaq əmsalı böyük olur. Nə qədər ordinat oxuna sıxlaşırsa, o qədər bucaq əmsalı böyük olur. Deməli, burada K2 ən böyükdür, K2. Sonra ondan kiçik K1. Ən kiçik isə K3'dür, çünki mənfidir. K3. Deməli, K2 böyük K1, böyük K3. Doğru cavab 136 C. 137. A, B, C'nin işarələrini soruşur. A və C'nin. Qollar yuxarıdırsa A böyük 0'dır. Ordinat oxunu fikir versəz, koordinat başlanğıcında kəsib, deməli C bərabər 0'dır. A böyük 0, C bərabər 0. 137'də doğru cavab A. 138. B'nin hansı qiymətində funksiya yalnız mənfi qiymətlər alır. Biz bunu qrafikdən dərsin izahında sizlə öyrənmişdik. Yalnız mənfi qiymət alması üçün deməli qrafik X oxunu kəsməməlidir və mənfi olması üçün A mənfi olmalıdır. Deməli A kiçik 0, D kiçik 0 olmalıdır yalnız mənfi qiymət alması üçün. Verilən funksiyada A mənfidir, qalır D'nin 0'da kiçik olması. Buradan diskriminantı tapaq. Diskriminant B çıxaq 4'ün kvadratı çıxaq 4AC-dir. 4 vuraq A mənfi 1, C mənfi 9. Deməli bu kiçik 0 olmalıdır. Mötərizəni açsaq B kvadrat çıxaq 8B üstəgəl 16. 3 mənfinin hasili mənfi verəcək. Mənfi 36 kiçik 0. Buradan B kvadrat çıxaq 8B çıxaq 20 kiçik 0. Köklərini tapa bilərik. B1, B2 bərabər. Kökləri deməli mənfi 2, müsbət 10 olur. Toplayanda əks işarə ilə ikinci əmsal, vuranda sərbəst ədəd olmalıdır. Kiçik 0 olduğu üçün tapdığımız köklər aralığı bizim doğru cavabımız olacaq. Eyni zamanda intervalla da yaza bilərik bunu. Mənfi 2, 10, 138'də doğru cavab Y. 139. K və B-nin hansı qiymətində y bərabər K böl X hiperbolası və Kx üstəgəl B düz xətti mənfi 6, 4 nöqtəsindən keçəcək. Aparıb X və Y-in yerinə yazaq. Deməli, Y bərabər K bölə X-də. X-in yerində mənfi 6, Y-in yerində 4 yazsaq. Deməli, K bölək mənfi 6 bərabər 4'ə. Buradan K bərabər mənfi 24. K bərabər mənfi 24. Gətirib yerinə yazsaq düz xətt funksiyasında y bərabər mənfi 24 x üstəgəl b. Həmin nöqtəni, yəni mənfi 6, 4 nöqtəsini burada da yerinə yazsaq, mənfi 24 vuraq x-in yerinə mənfi 6 üstəgəl b bərabər 4'ə y-in qiymətini. Mənfi 24'ü mənfi 6'ya vursaq 120, 24, 144. Müsbət 144 üstəgəl b bərabər 4. Buradan b bərabər 144'ü sağa aparsaq mənfi 140 alarıq. Deməli k bərabər mənfi 24, b bərabər mənfi 140. Doğru cavab 139'da b. 140 bərabərsizliyin həllər çoxluğu mənfi 2, 4 aralığı olarsa kvadratik funksiyanın təpə nöqtəsinin koordinatlarını tapın. Deməli, x1 bərabər mənfi 2, x2 bərabər 4 nöqtəsi verilir bizdə. Gətirib funksiyada yerinə yazsaq, buradan köklərin cəmi x1 üstəgəl x2 bərabər mənfi 2 üstəgəl 4 bərabər müsbət 2, x1 vuraq x2 bərabər mənfi 2 vuraq 4 bərabər mənfi 8. Bunları gətirib bərabərsizlikdə yerinə yazsaq, x kvadrat, deməli köklərin cəmi mənfi b-yə bərabərdir. x1 üstəgəl x2 bərabər mənfi b, x1
vuraq x2 bərabər c-yə. Köklərin cəmi 2-yə bərabərdir. Yəni mənfi b bərabər 2, b bərabər burada mənfi 2-yə. Eyni zamanda köklərin hasili mənfi 8-dir. Buradan da c bərabər mənfi 8-ə. Yerində yazsaq x kvadrat çıxaq 2x çıxaq 8. Deməli, kvadratik funksiya y bərabər x kvadrat çıxaq 2x çıxaq 8 alınır. Buradan tam kvadrata ayırsaq x çıxaq 1-in kvadratı. Buradan müsbət 1-dir. Burada mənfi 8. Deməli 9 çıxmalıyıq buradan. Bizdən təpə nöqtəsinin koordinatlarını soruşur. Müsbət 1, mənfi 9. Doğru cavab 140-da D. 141. Y bərabər modul x funksiyasının qrafiki və y bərabər 4 düz xətti ilə hüdudlanmış fiqurun sahəsini soruşur. Modul x-in qrafikini bura. Bu y bərabər modul x-in qrafikidir. X, y-ləri qeyd eləyək. Və bu da y bərabər 4 düz xətti olsun. Y bərabər 4 düz xətti. Deməli, y oxunu 4 nöqtəsində kəsib bizə verilən hüdudlanmış fiqurun sahəsini istəyir. Azaldı. Baxın, verilən fiqur bu fiqurun sahəsini istəyir. Yəni, üçbucağın sahəsini istəyir bizdən. Üçbucağın sahəsini bilirik. Tərəf və həmin tərəfə çəkilən hündürlük hasilinin yarısıdır. İndi buradan biz bu nöqtənin koordinatlarını tapaq. X oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını. X oxu ilə kəsirsə, y 0 olur. Deməli, modul x bərabər y-in yerinə 0 yazsaq. Y bərabər 4. Y bərabər 400 xətdir. Buradan modul x bərabər 4-dürsə, x bərabər bir dəfə müsbət 4, bir dəfə də x bərabər mənfi 4 alırıq. Deməli, mənfi 4, müsbət 4. Mənfi 4, müsbət 4 nöqtələri arasındakı məsafə 8 vahiddir. Deməli, buradan burada 8-dir, üçbucağın tərəfi 8-dir və həmin tərəfə çəkilən hündürlük. Buradan burada 4-dür. Sahə də S bərabər 2-də 1, A vuraq H-dır. 2-də 1, A 8-dir, H da 4-dür. 8-dən 2 ixtisar olunur, qalır 16. Deməli, doğru cavab C. 142-də də oxşar sualdır. Bunu da yazaq. Burada mənfi modul x-dir. Yəni, qollar aşağı yönələcək. Və y bərabər mənfi 6. Bura y bərabər mənfi 6 düz xəttidir. Bura mənfi 6-dır. Bizdən verilən fiqurun sahəsini istəyir. Burada da fikir versəz üçbucaq. Üçbucağın sahəsi 2-də 1 AH düsturu ilə tapılır. Burada da x oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapaq. Buradakı kəsişmə nöqtələr deməli mənfi modul x bərabər mənfi 6. Buradan modul x bərabər 6. X bərabər mənfi 6. X bərabər müsbət 6. Deməli, bura mənfi 6-dır. Burada müsbət 6. Mənfi 6, müsbət 6 arasındakı məsafə 12-dir. Y oxun da mənfi 6-da məsafə olaraq müsbət 6. S bərabər 2-də 1 vuraq. Tərəf oldu 12. Hündürlük 6. 12 ilə 2-ni ixtisar aparsaq 6. 6 vuraq 6. 36. 142-də doğru cavab B. 143. 6, 2 və A mənfi 3 nöqtələri o y oxuna paralel olan düz xət üzərindədir. A-nı tapın. Deməli, y oxuna paralel düz xət dedikdə bu düz xət nəzərdə tutulur. Bunun üzərində 6, 2 və bir də A mənfi 3. Fikir verin, y oxuna paralel düz xət üzərindədirsə, bunların absisləri hamısı eynidir.
Absisini necə taparıq? Baxırıq ki, bunun absisi mənfi 6'dır burada verilib. Deməli, verilən düz xət üzərində olan bütün nöqtələr də nöqtələrin absisləri 6 olacaq. Yəni, buradan A bərabər 6 olacaq 143'də. 144 K'nın hansı qiymətində funksiyanın qrafiki 2,9 nöqtəsindən keçir. 2x 9 isə y-ə aid olan nöqtədir. Gətirib yerinə yazsaq, K vuraq 2, üstəgəl 3 bərabər 9. Buradan 2K bərabər 3'ü sağa aparsaq 6, K bərabər 3. Bizdə K'nın hansı qiymətində soruşur? 3 qiyməti doğru cavabdır. 145. Burada da A üstəgəl B üstəgəl 3 isə cəmini soruşur. Təpə nöqtəsinin koordinatlarına baxaq. 1, 0 nöqtəsidir. Funksiyada yerinə yazsaq A vuraq. Deməli, x çıxaq 1'in kvadratı üstəgəl 0, 0'ı yazmırıq. Bir də ordinat oxunu 0, 1 nöqtəsində kəsib. Yəni, x 0 olanda y 1 olur. Gətirib yerinə yazsaq A vuraq. 0 çıxaq 1'in kvadratı bərabər y olur 1. Mənfi 1'in kvadratı 1, A-ya vursaq A verəcək, A bərabər 1. Deməli, funksiya oldu y bərabər 1 vuraq, x çıxaq 1'in kvadratı. Mötərizəni açsaq, x kvadrat çıxaq 2x üstəgəl 1. Buradan A bərabər 1, B bərabər mənfi 2, C bərabər 1 alırıq. Bizdən tələb olunan A üstəgəl B üstəgəl 3C bərabərdir. A-nın yerinə 1, B-nin yerinə mənfi 2 yazsaq, üstəgəl 3 vuraq 1. Mənfi 1 üstəgəl 3, müsbət 2 verəcək. 145'də doğru cavab 2. 146. Təpə nöqtəsinin koordinatları cəmini soruşur. x0 bərabər mənfi B böl 2A. Tam kvadratı ayırmaqla da yaza bilərdik. Mənfi B-nin yerində müsbət 4, 2 vuraq, A-nın yerində mənfi 2. Bərabər mənfi 4 bölək mənfi 4 bərabər müsbət 1. y0'ı tapaq, gətirək harada x var yerinə 1 yazaq. Mənfi 2 vuraq 1'in kvadratı üstəgəl 4 vuraq 1 üstəgəl 9. Mənfi 2 üstəgəl 4 müsbət 2 üstəgəl 9 11. Deməli x0 1, y0 11 aldıq. Koordinatların cəmini soruşur. Yəni x0 üstəgəl y0 1 üstəgəl 11. Verəcək bizə 12. 147. Da yazaq. Təpə nöqtəsinin koordinatlarını təyin eləyək. 2, 0. Y oxunu 0, 4 nöqtəsində kəsib. Funksiya deməli olacaq. Y bərabər A vuraq. Təpə nöqtəsinə görə x çıxaq 2'nin kvadratı üstəgəl 0, 0 yazmırıq. 0, 4 nöqtəsində ordinat oxunu kəsib, yəni x 0 olanda y 4 olur. A vuraq, 0 çıxaq 2'nin kvadratı bərabər 4 olur. Mənfi 2'nin kvadratı 4, A-ya vursaq 4A bərabər 4, A bərabər 1 alırıq. Gətirib funksiyada yerinə yazsaq, y bərabər A 1'dir, x çıxaq 2'nin kvadratı. Mötərizəni açsaq, x kvadrat çıxaq 4x üstəgəl 4. Buradan alırıq A bərabər 1. B bərabər mənfi 4, C bərabər 4 alırıq. 2A üstəgəl B üstəgəl C cəmini soruşur. A 1'dir, 2'yə vursaq 2, çıxaq 4 üstəgəl 4 bərabər 2 alırıq. 147'də doğru cavab 2. 148. Y bərabər mənfi x bölək 3 üstəgəl 2 funksiyasının qrafiki absis oxunu A 0 nöqtəsində, ordinat oxunu isə 0 B nöqtəsində kəsir. A üstəgəl B cəmini soruşur. Gəlin nöqtələrin yerinə yazaq. Deməli, mənfi x-in yerində A yazırıq. X, y, onları yazaq yerinə x, y. Deməli, A bölək 3 üstəgəl 2 bərabər 0 alırıq. Buradan mənfi A bölək 3 bərabər mənfi 2. A bərabər 6 alırıq. Eyni ilə digər nöqtə üçün də yerinə yazaq. Mənfi 0 bölək 3 üstəgəl 2 bərabər y-in qiymətinə, yəni B-yə. Buradan B bərabər 2 alırıq. Bizdən A üstəgəl B cəmini soruşur.
Yəni 6 üstə gəl 2 və 8 alırıq. 149 oxşar sualdır. Bunu yazarsınız özünüz. 150 B mənfi 5'dir. Deməli B bərabər mənfi 5. Funksiya olacaq y bərabər kx çıxaq 5. Və bir də nöqtə var burada. Mənfi 1, 0 nöqtəsi. Gətirib yerinə yazsaq x-in yerinə mənfi 1. K vuraq mənfi 1. Çıxaq 5 bərabər 0. Mənfi k çıxaq 5 bərabər 0. Buradan k bərabər mənfi 5 alırıq. Bizdən B çıxaq 3K-nı soruşur. B-ni mənfi 5 tapmışdıq. Çıxaq 3 vuraq mənfi 5. Buradan mənfi 5 üstə gəl 15 bərabər müsbət 10. Deməli 150-də doğru cavab müsbət 10. 151 AX üstəgəl y bərabər 10, 3x üstəgəl y bərabər 7 düz xətləri absisi 2 olan nöqtədə kəsirsə A parametrinin qiymətini tapın. Absisi 2 nöqtəsində kəsirsə gətirək absisin yerində verilən funksiyada, yəni 3x üstəgəl y bərabər 7-də x-in yerinə buradan x bərabər 2 verilib. X-in yerinə 2 yazsaq 6 üstəgəl y bərabər 7. Buradan alırıq y bərabər 1. Y-in yerinə 1 yazsaq ax üstəgəl y bərabər 10 funksiyasında x-in yerinə 2 yazsaq 2a üstəgəl y-in yerinə 1 bərabər 10. Buradan 2a bərabər 1-i sağa aparsaq müsbət 9. A bərabər 9-u 2-yə bölsək 4 onda 5. 151-də doğru cavab 4 onda 5. 152 ordinatı 5 bərabər olan nöqtədir. Bunu özünüz yazarsınız. Y-in yerinə 5 yazıb hesablayarsınız. 153 A və B kranlarından axan su miqdarının zamana görə dəyişməsini göstərən qrafik verilib. Həcmi 100 litr olan boş su hovuzunu doldurmaq üçün A kranı və boşaltmaq üçün B kranı eyni anda açılarsa və 9 saat açıq qalarsa hovuzun neçə faizi dolmamış olar? Birinci A'ya baxaq. A üçün 2 saata 18 litr su. Deməli A kranı və boşaltmaq üçün B. Deməli A doldurur, B isə boşaldır. 2 saata 18 litr su doldurur. 2 saata 18 litr. 1 saata olacaq 9 litr. 1 saata deməli 9 litr su doldurur. B kranı üçün baxaq. B kranı deməli 3 saata 15 litr. 1 saatını tapsaq 1 saata 5 litr su doldurur. Bunlar boşaldacaq. Deməli bunlar 9 saat işləyir. 9 saat işləsə deməli A kranı 1 saata 9 litr, 9 saata olacaq 9 vuraq 9, yəni 81 litr doldurur. B kranı isə 1 saata 5 litrsə 9 saata olacaq 45 litr. O isə boşaldır. Ümumilikdə kəndə nə qədər olacaq? Deməli 81 litr çıxar 45 litr. Bərabər 36 litr su olacaq. Ümumi kran 100 litrdir. Neçə faizini tapmaq üçün 36 litri bölürük 100 litrə, vururuq faizini tapmaq üçün 100-ə. Burada yüzlər ixtisar gedir, bərabərdir 36 faiz alarıq. Deməli 153-də doğru cavab 36. 154 parabolasının absis oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Absis oxu ilə kəsişirsə deməli ordinatı 0 olur, yəni y bərabər 0 olur. Buradan x kvadrat çıxaq 8x üstə gəl 15 bərabər 0. Çıxaq 8x üstə gəl 15 bərabər 0. x1 bərabər cəm 8 hasil 15. x1 bərabər 3, x2 bərabər 5 alırıq. 3 ilə 5 arasındakı məsafəni soruşur. Yəni 5-dən 3-ü çıxırıq, bərabər 2 alırıq. Bunlar arasındakı məsafə.
155 P parametrinin hansı müsbət qiymətində parabolanın təpə nöqtəsi absis oxu üzərində olacaq. Parabolanın təpə nöqtəsi absis oxu üzərindədirsə, fikir verin qrafikə. Qrafik belə olacaq. Fərqi yoxdur, birinci rüb və ya ikinci rübdə. Qrafik belə olacaq və ya bu şəkildə olacaq. Fərqi yoxdur və burada baxırıq ki, parabolanın təpə nöqtəsi absis oxu üzərindədirsə, bunun bir kökü var. Bir kökün olması üçün də diskriminant 0 olmalıdır. Yəni, buradan diskriminant 0-a bərabər olmalıdır. D bərabər 0 olmalıdır. Buradan diskriminantı tapaq. B kvadratı, B-nin yerində mənfi P var. Yəni, mənfi P-nin kvadratı. Çıxaq 4 vuraq. A, P üstəgəl 4-ə bərabərdir. Mənfi B kvadrat çıxaq 4 vuraq A, bir də vurulsun C. Yəni 2-də 1-ə bərabər 0 olmalıdır. Mənfi P kvadratı verəcək bizə müsbət P kvadratı. Mənfi 4 ilə 2-də 1 ixtisar olunur. Qalır mənfi 2 vuraq. P üstəgəl 4 bərabər 0. Mötərizəni açsaq P kvadrat çıxaq 2P çıxaq 8 bərabər 0. Köklərini tapaq P1 bərabər P2 bərabər. Deməli, cəmi müsbət 2 hasili mənfi 4 olmalıdır. Mənfi 2 müsbət 4. Bizdən hansı müsbət qiymətini soruşur? Deməli, burada cavab müsbət qiymətini soruşduğu üçün 4 olacaq. 156. Burada oxşar sualdır, eyni sualdır. 156-nı özünüz yazarsınız. 157. Qrafikdə Ayxan və Elminin verilmiş zaman ərzində hazırladıqları detalların sayı göstərilib. Qrafikə əsasən Ayxan və Elmin 130 detalı birlikdə neçə günə hazırlayar? Funksiya ətraflı yazılması tələb olunan sualdır. Deməli, bunun həlli ilə bir yerdə yazar. Baxaq, funksiya düz mütənasibliyin qrafikidir. Yəni, y bərabər kx-in qrafikidir. Buradan x 8 olanda y 40 olur. Deməli, burada Ayxan olur 8 40. Elmin deməli x 10'dur, y isə 15. Bunları kx funksiyasında yerinə yazsaq, deməli Ayxan üçün y bərabər y-in yerində 40 yazaq. K-nı tapaq buradan. Deməli, buradan k bərabər y bölək x. Buradan Ayxan üçün k bərabər 40 bölək 8 bərabər 5 alırıq. Yəni, y bərabər 5x. Digəri üçün, Elmin üçün k bərabər 15 bölək 10. Bu da bərabər 1/5. Yəni, y bərabər 1/5x. X-i birlikdə deyirsə, deməli, bunları toplamalıyıq. 5 üstəgəl 1/5. 5x üstəgəl 1/5x yazaq. Deməli, 5x üstəgəl 1/5x bərabər 6/5x. Buradan yazıram birlikdə. 130 detalı deyir. Neçə gün? Deməli, gün bərabərdir 130'u bölməliyik 6/5'ə. 130 bölünsün 6/5. Deməli, 10'a vursaq 1300 bölünsün 65. Bu da bərabər 130'dan 65 ixtisar gedir 2 qalır. Qalır burada 20 gün. Buradan yazaq x bərabər. Yəni 6/5x bərabər 130'a. Bunun həllini yazdım. 158. Diaqrama əsasən fx bərabər ax kvadrat üstəgəl bx üstəgəl c, gx bərabər mənfi ax kvadrat üstəgəl bx çıxaq c funksiyalar üçün cədvəli tamamlayın. Fx funksiyası üçün baxaq. A deməli burada 2, B 4. Burada sağ tərəfdə bunları verib burada hansına aid olduğu. C bərabər 7. Eyni zamanda gx funksiyası üçün a bərabər 4, b bərabər 8,
C bərabər 6. İndi funksiyaları yazaq. Fx bərabər A-nın yerində 2, deməli yazsaq 2x kvadrat, B-nin yerində 4 yazsaq 4x, üstəgəl C, yəni 7. Bunu sadələşdirək, tam kvadrata ayıraq. Buradan 2-ni mötərizə xaricinə çıxarsaq, deməli olacaq x üstəgəl 1-in kvadratı. Mötərizəni açsaq, buradan 2x kvadrat üstəgəl 4x üstəgəl 2 olacaq. 7 alınması üçün üstəgəl 5 yazmalıyıq. Deməli, təpə nöqtəsinin koordinatları oldu -1, 5. Deməli, funksiyanı yazaq burada. Deməli, funksiya olacaq 2x kvadrat y bərabər 2x kvadrat üstəgəl 4x üstəgəl 7. Təpə nöqtəsinin koordinatları -1, 5 nöqtəsi. İndi funksiyanı burada sxematik çəkək. X, y. Təpə nöqtəsi -1, 5 nöqtəsindədir. -1 burada olsun 5. -1, 5 burada. İndi biz bu grafiki çəkməli olsaq, fikir verin buradan. Deməli, təpə nöqtəsi buradadır. Qrafik belə alınacaq. Deməli, grafikin yerləşdiyi rüblər 1 və 2-ci rüblərdir. 1 və 2-ci rüblər. İndi Jx funksiyası üçün yazaq. Jx bərabər A4-dür, -4x kvadrat, üstəgəl bx, yəni üstəgəl 8x, çıxaq c, çıxaq 6. Bunu da sadələşdirsək, bərabər -4-ü buradan mötərizə xaricinə çıxarsaq, buradan alarıq x çıxaq 1-in kvadratı. Deməli, mötərizəni açsaq əgər -4x kvadrat çıxaq 2x, -4-ə vuranda üstəgəl 8x, üstəgəl 1, 4-ə vursaq çıxaq 4. Bizdə 6-dır deyə çıxaq 2 olacaq. Deməli, burada çıxaq 2 alacaq. Təpə nöqtəsinin koordinatları olacaq 1, -2. Qrafiki qursaq, deməli 1, -2 nöqtəsi 1, -2 burada olacaq və qollar aşağı yönələcək. Qollar aşağı yönələcək, belə olacaq. Deməli, qrafik yerləşəcək 3 və 4-cü rüblərdə. 3 və 4-cü rüblər. Funksiya -4x kvadratı y bərabər -4x kvadrat üstəgəl 8x çıxaq 6. Təpə nöqtəsinin koordinatları 1, -2. 158. 159 oxşardır. Yazarsınız özünüz. 160. Şagirdlər SB və SA düz xətləri boyunca yönələn mail müstəvilər üzərində kürələrlə təcrübə aparırlar. SA və SB düz xətlərinin tənlikləri uyğun olaraq y bərabər 2x üstəgəl n, y bərabər -3x üstəgəl m olarsa və C nöqtəsi AB xəttindən 1.8 məsafədə yerləşərsə AB məsafəsini tapın. Deməli, burada C nöqtəsi, gəlin bunu qırmızı ilə qeyd edelim. Deməli, bura 1.8 nöqtəsidir. Yazıram buradan 1.8. Deməli, ordinat oxunu 1.8 nöqtəsində kəsir. Funksiyalardan biri y bərabər 2x üstəgəl n-dir. Digər funksiya y bərabər -3x üstəgəl m-dir. Biz də bilirik, xətti funksiyada ordinat oxunu kəsən nöqtə B nöqtəsidir. Bizdə B-nin yerində burada n dayanır, digərində isə m dayanır. Yəni, bunlar 1.8-ə bərabərdir. Buradan n bərabər 1.8, bu tərəfdən isə m bərabər 1.8 olur. Və ordinat oxunu kəsdiyi nöqtədə absis 0 olur. İndi A nöqtəsində isə ordinat 0 olur. Gəlin, indi A nöqtəsinin koordinatlarını və B nöqtəsinin koordinatını tapaq.
Bu nöqtələrdə deməli koordinat olacaq x0, digərində də eyni ilə x0 olacaq. İndi bu A sol tərəfdədir, indi mənfi x, indi biz onu tapacağıq. Məqsəd odur ki, yəni ordinat 0 olur. İndi funksiyada yerinə yazsaq, deməli yerin yerinə 0 yazsaq, 0 bərabər 2x üstəgəl 1/8. Buradan 2x bərabər mənfi 1/8, x bərabər mənfi 0/9. Deməli, A nöqtəsini mənfi 0/9-da kəsib, eyni ilə digər funksiya üçün mənfi 3x üstəgəl 1/8 bərabər 0, mənfi 3x bərabər mənfi 1/8, x bərabər 0/6. B nöqtəsini isə 0/6 nöqtəsində kəsib, bizdən AB məsafəsini soruşur. AB məsafəsi sağ nöqtənin koordinatından, yəni 0/6-dan çıxırıq sol nöqtənin koordinatının mənfi 0/9-u bərabər. Bu da bizə verəcək 0/6 üstəgəl 0/9, bu da bərabər 1/5. Deməli, AB arasındakı məsafə 1/5 olur. 161. Venn diaqramında A çoxluğu və B çoxluğu verilib və bunları mənasız edən x-lərin qiyməti. İndi biz A çoxluğu üçün bunu mənasız edən kəsrin məxrəcini nəzərdə tutur. Yəni kəsrin məxrəci 0-a bərabər olmalıdır ki, kəsr mənasız olsun. X kvadratı üstəgəl x çıxaq 12 bərabər 0. Buradan kökləri tapaq. x1 bərabər x2 bərabər. Deməli, cəm mənfi 1, hasil mənfi 12 olmalıdır. Cəm mənfi 1, hasil mənfi 12. Mənfi 4, müsbət 3. Eyni ilə B çoxluğu üçün də yazaq bunu. B çoxluğu üçün x kvadrat çıxaq 5x üstəgəl 6 bərabər 0 olmalıdır ki, kəsrin mənası olmasın. x1 bərabər x2 bərabər. Deməli, cəm 5, hasil 6 olmalıdır. Bu da 1 və 2 və 3'dür. 2 və 3 nöqtəsidir. İndi bunlar üçün hər ikisində ortaq fikir versəz, hər ikisi üçün ortaq x bərabər 3 nöqtəsidir. Deməli, bu A və B-nin kəsişməsi olacaq. Yəni, m bərabər 3 olacaq. A-da həm 3 var idi, həm mənfi 4. Deməli, m mənfi 4'dür. K isə digərində 2 olacaq. Bizdən soruşulan m üstəgəl n üstəgəl k-nı qiymətini soruşur. M üstəgəl n çıxaq k bərabər m mənfi 4, n 3, k isə 2'dir, çıxaq 2 bərabər. Bu da mənfi 6 üstəgəl 3, mənfi 3 alınacaq. 162. Təpə nöqtəsinin koordinatlarına fikir versək, mənfi 3, 1 nöqtəsidir. Deməli, funksiya olacaq y bərabər a vuraq, x üstəgəl 3'ün kvadratı üstəgəl 1. Ordinat oxunu 4 nöqtəsində kəsib, yəni 0, 4 nöqtəsi. X-in yerinə 0 yazanda y 4 alınır. A vuraq, 0 üstəgəl 3'ün kvadratı üstəgəl 1 bərabər 4. Buradan 9a üstəgəl 1 bərabər 4 alırıq. 9a buradan bərabər 3'ə. A bərabər 3'ü 9'a bölüb ixtisar aparsaq 1 bölünsün 3 alırıq. Deməli, funksiya olacaq y bərabər 3'də 1 vuraq. X üstəgəl 3'ün kvadratı üstəgəl 1. Bizdən soruşulan f 3'dür. Harada x var yerinə 3 yazaq. 3'də 1 vuraq. 3 üstəgəl 3 kvadrat üstəgəl 1 bərabər 3'də 1 vuraq. 6'nın kvadrat 36 üstəgəl 1. 36 ilə 3 ixtisar olunur, qalır 12. 12 üstəgəl 1, 13. Bizdən f3'ü istirdi, cavabı tapdıq 13. Burada həm də ABC-ni də soruşur. Onu da sadələşdirək. Deməli, y bərabər 3'də 1 vuraq. Mötərizəni açsaq, x kvadrat üstəgəl 6x üstəgəl 9 üstəgəl 1 bərabər 3'də 1 x kvadrat üstəgəl 2x üstəgəl 3'də 1'i 9'a vursaq 3 üstəgəl 1 4. Deməli, A-nı
tapdıq 3'də 1. B 2'ye bərabərdir. C də 4'ə bərabərdir. 163. 163 oxşar sualdır. Yazarsınız özünüz. 164. Grafiklə test tapşırıqlarını eyni gündə yerinə yetirməyə başlayan Səid və Elmirin hər günün sonunda qalan sual saylarının günlərə görə dəyişməsi verilib. Neçənci günün sonunda Səid və Elmirin qalan sual sayları bərabər olar. Deməli, yenə baxsaz xətti funksiyanın grafikidir. Deməli, buradan k-nı tapsaq, günlər, deməli bu x-dir bizim üçün x. Deməli, x bərabər 20 olanda y bərabər 2000 olur. Digərində bu aiddir, deməli Səidə. Səid üçün yazırıq bunu. Səid. Elmir üçün x bərabər 30 olduqda y bərabər 1500 olur. Buradan k-ları tapsaq, k bərabər y bölək x bərabərdir. Yəni 2000 bölək 20'yə 100. Digərində k-nı tapsaq, 1500 bölək 30 bərabər 50. Deməli, funksiyalardan biri Səid üçün. Səid, y bərabər 100x. Elmir üçün y bərabər 50x alınır. Deyir ki, deməli, günə 100 sual oxur, digəri isə günə 50 tapşırıq yazır. Bu 2000'dən hər gün üçün sual sayları azalır. İndi biz neçə gün belə davam edəcək və axırda qalan sualları bərabər olacaq. Biz onu bilmirik. İndi çıxırıq 2000'dən o 100 günə bir sual oxusa 100 sual çıxarıq. 5 sual oxusa 5, x sual oxusa 100x qədər sual çıxarıq. Bərabər olmalıdır qalan sualların sayı. 1500 çıxaq. Elmir üçün sual sayları da 50x. Buradan 50x bərabər 2000'dən 1500'ü çıxsaq 500. X də bərabər 500'ü 50'yə bölsək 10. Deməli 10 günün sonunda sual sayları bərabər qalacaq. Deməli doğru cavab 10 gün olacaq. 164'də. 165. Funksiya x çıxaq 2'nin kvadratı üstə gəl 3'dür. Deyir ki, qrafik absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevrilmədə alınan parabolaların düsturlarını yazın. Təpə nöqtəsinin koordinatları 2, 3 nöqtəsidir. Absis oxuna nəzərən deyirsə, x qalır, ordinatın işarəsi dəyişilir. Olacaq 2 mənfi 3. Koordinat başlanğıcına nəzərən deyirsə, hər ikisinin işarəsi dəyişilir. Ordinat oxuna nəzərən deyirsə, x dəyişilir, y isə olduğu kimi qalır. İndi biz bunları yazsaq, deməli buradan y bərabər təpə nöqtəsinə görə olacaq x çıxaq 2'nin kvadratı, çıxaq 3. İndi bir də bunun mənfi müsbət, A-nın mənfi yoxsa müsbət olmasına fikir verməliyik. Grafiki burada quraq. Birinci üçün. Absis oxu üçün. Deməli, təpə nöqtəsi 2-3 nöqtəsindədir. Bura 2'dir, bura 3. Parabola belə, bu şəkildə olacaq. İndi absis oxuna nəzərən simmetrik deyirsə, simmetrik köçəcək bura. Qrafik, deməli, qolları aşağı olacaq. Deməli, burada A mənfi olacaq. Çəkək biraz bu tərəfə. Deməli, A oldu, burada mənfi. İndi koordinat başlanğıcı üçün yazaq. Koordinat başlanğıcı. Koordinat başlanğıcı üçün deməli 2-3 nöqtəsi koordinat başlanğıcına nəzərən düşəcək 3-cü rübə. Burada da qollar aşağı olacaq. Təpə nöqtəsini yazmışıq. Deməli y bərabər, burada y bərabər mənfi olacaq. X üstə gəl 2'nin kvadratı
çıxaq 3 olacaq. Bir də ordinat oxuna nəzərən. Bunun da qrafikini çəkək ordinat oxuna görə. 2, 3 nöqtəsi parabola bu şəkildədir. Burada da parabolanı belə çəkək, qalsın burada. Ordinat oxuna nəzərən deyirsə, qrafik simmetrik keçəcək və bu şəklə. Burada isə A müsbətdir. Onda burada olacaq y bərabər x üstəgəl 2-nin kvadratı üstəgəl 3. Və 165-ci sualın həlli. 166 oxşar sualdır. 167-yə baxaq. 167-ci sual ilə 164-cü suala oxşar sualdır. 168 y bərabər 2x üstəgəl b funksiyasının qrafiki absis oxunu A, ordinat oxunu B nöqtəsində kəsir. Bu düz xəttdə perpendikulyar olan və B nöqtəsindən keçən düz xətt absis oxunu C nöqtəsində kəsir. A və C nöqtələri arasındakı məsafəni soruşur. Deməli, funksiyanın qrafiki 2x üstəgəl B-dir. Buradan yazaq qrafiki y bərabər 2x üstəgəl B. B ordinat oxunu kəsdiyi nöqtədir. Və absis oxunu -3, 0 nöqtəsində kəsib. Əgər düz xəttlər bir-birinə perpendikulyardırsa, deməli bunların bucaq əmsalları -1, hasili -1 olmalıdır. Yəni K1 vuraq K2 bərabər -1 olmalıdır. Bizdə K1-in bucaq əmsalı 2-dir. Yerinə yazsaq 2 vuraq K2 bərabər -1, K2 bərabər -2-1. Deməli, bizdə digər düz xəttin tənliyi y bərabər -2-1, -2-1 x üstəgəl b olacaq. Buradan b-ni tapsaq, deməli, -3, 0 nöqtəsində yerinə yazsaq 2x üstəgəl b bərabər y-dən, x-in yerinə -3 yazsaq 2 vuraq -3 üstəgəl b bərabər 0. Buradan b bərabər müsbət 6 alırıq. Deməli, funksiyamız olacaq y bərabər -2-1 x üstəgəl 6 nöqtəsi. Və C nöqtəsi ilə kəsişmə nöqtəsini tapsaq, C nöqtəsi ilə kəsişmə nöqtəsində y bərabər 0 olur. Buradan 0 bərabər -2-1 x üstəgəl 6. Buradan -2-1 x bərabər -6, x bərabər 12 alırıq. Deməli, C nöqtəsinin koordinatlarını da tapdıq. 12, 0 nöqtəsi. Yəni 12-dir buradan bura. Bizdən AC arasındakı məsafəni soruşur. AC bərabər modulda deməli 12-dən çıxırıq -3-ü. Bu da bərabər 12 üstəgəl 3, 15. Deməli, AC arasındakı, A ilə C arasındakı məsafə 15 olacaq. 169 da oxşar sualdır. Bunda istəyirsiniz yazaq. Deməli, y bərabər 2x üstəgəl b. Buradan b-ni tapsaq, 2x üstəgəl b bərabər y. Absis oxunu -4-də kəsib, 2 vuraq -4 üstəgəl b bərabər 0. Buradan b alırıq, 8-ə bərabərdir. Deməli, bura 8 nöqtəsidir. Və perpendikulyar olması üçün K1-in K2 hasili -1 olmalıdır. K bizdə 2-dir. 2 vuraq K2 bərabərdir -1. K bərabər -2-1. Funksiyanı yazsaq, y bərabər -2-1x. B-ni də tapmışdıq 8. Və C nöqtəsi ilə kəsişmə nöqtəsində y 0-a bərabər olur. 0 bərabər -2-1x üstəgəl 8. Burada -2-1x bərabər -8-ə, x bərabər 16 alırıq. Deməli, C-ni tapdıq 16. A və C arasındakı məsafə 16-dan çıxırıq -4-ü. Bu da bərabər 16 üstəgəl 4, 20. Bu qədər. Sağ olun.